deməli 3 mol CH4 birincini hesablayanda 3 mol CH4 adi 3 vurulsun 16, üzərinə gəlsin 1 mol oksigen 31 vurulsun 32. Bu edəcək 80. İkincidə ümumi həcm deyir. 3 ilə 1 4, 4 vurulsun 22, onda 4, bu edəcək 89, onda 6 litr. Üçüncüdə deyir ki, orta molyar kütlə və molla verilən M orta bərabərdir. M1, nü1, üzərinə gəl. M2, nü2, hazır düsturumuz olan M2, nü2, bölünsün nü1, üstə gəlsin nü2. Yerinə qoyuruq deməli 3 vur 16, üstə gəlsin 1 vur 32, bölünsün mollar cəmi 4. Bu da 80 bölü 4 edir. O da 20. Aha. Bu üçüncüdür, bəli. İndi dördüncüyə keç. 4-də deyir ki, bəsit maddənin həcm payı. Uşaqlar, diqqətli olun, bəsit maddənin həcm payı sadə bir şeydir. Ümumiyyətlə, həcm payını hesablayanda həcm payı fi hərfinə işarə olunurdu. O, ayağa uzun kimi. Fi bərabərdir. V1 bölünsün, V qarışıq vurulsun 100. Bu nə deməkdir? Yəni, hansını soruşurlarsa, hansının həcmini soruşurlarsa, bölürsən ümumiyə, vurursan 100-ə. Bizdə bax, bəsit maddənin deyir. Yəni, bəsit maddə orada oksigen deyilmi? Oksigen əmsalı neçədir? Oksigenin əmsalı 1. Bölünsün 3 üstə gəl 1. Yəni 4. Vurulsun 100. Baxın uşaqlar, əslində 1 vuraq 22 onda 4, 4 vuraq 22 onda 4 yazmalıydı. O ixtisar gedəcək həcm payı deyəndə. Bu deyiləcək 25%. Aydın oldu? Bax, qızım, 1 oksigenin əmsalıdır. Deyir ki, bəsit maddənin həcm payını. Həcm payı deyəndə 22.4 yox idi normal şahiddə. Yəni 1 vuraq 22.4 deməkdir. O da hər dəfə vuruq onsuz ixtisar gedəcək də. Sürətdə yazırıq 1. Bölünsün, ümumisi 3 üstə gəlib 1-dir. Niyə? Çünki qarışıq bir yerdə 4 moldur. Əgər desəydi metanın, onda 4 bölünsün, 3 bölünsün 4 vurulsun 100 yazacaqdıq metanın desəydi. Və sonuncuda bəsit maddənin kütlə payı. 5-ci. Bəsit maddənin kütlə payını hesablamaqdan ötürü əvvəlcə ümumi qazın kütləsi neçədir? Hesabladıq lap yuxarıda 80. Bunun mənə oksigen nə qədərini vermişdi? 32-sini. Çünki 32 vur 1 idi da. Kütlə payı omega hərfindən işarə olunur. 32 bölünsün 80 vurulsun 100. Adi bildiyiniz riyaziyyatdan faiz çıxarmadı. Bu da 40%. Elə sanki deyir 32 80-in neçə faizini təşkil edir. Bax bunun kimi bir şey. İndi növbəti ikinci boşluğu siz dolduracaqsınız. Deməli birincinin cavabı 80 oldu, ikincinin cavabı 89 onda 6 litr oldu. M ortamız neçə olmuşdu? 20. Sonra 25% idi və ən sonuncu kütlə payı 40%. Bax, həcm payı mollarından istifadə edirsən, kütlə payı emerindən istifadə edirsən, diqqətli olun.